Salam, sizinlə vüqardır. Yəni yaranmış sual bizdə deməli proqram versiyasından asılıdır. Yəni onun 22-ci il, 23-cü il, 25-ci il olmasından gedir. 3D Studio Max-dan gedir söhbət. Əlbəttə bu digər proqramlara da aid ola bilər. Məsəl üçün içində Adobe After Effects, məsəl üçün Adobe Premiere, sonra Adobe Illustrator, Adobe Photoshop, məsəl üçün Adobe InDesign, Corel Draw, məsəl üçün Quark Express, sonra bir deyərdim sizə Archicad və s. Hamısını bir-bir saymayım çünki mənası yoxdur. Deməli, proqram versiyaları demək olar ki, çox oxşardılar. Sadəcə olaraq yeni prosesorla işləyən, yəni yeni növ proqramlar 20-30% fərqinə baxanda həqiqətən də tez işləyirlər və ilişmə halları çox az baş verir. Nəzərinizə də çatdırım ki, həqiqətən də lisenzion proqramlara keçdiyiniz halda problem yaşamırsınız, qeydirmə krəklərə ehtiyac yoxdur. Həqiqətən də məsələn süni intellekt dəstəyi kömək eləyir, çox yaxşıdır. Bu cəhətdən ona görə də siz hansısa bir işi icra edirsinizsə, sizdə o məsəl üçün Archicad 2022-dir və yaxud 24-dür, 25-dir, sizin işini icra etməyində elə bir böyük önəmi olmayacaq. Sadəcə olaraq müəyyən əməliyyatlarda işləməsi 10-15-20% fərq eləyəcək ki, siz onu işin içində hiss eləməyəsiniz. Açıq deyim sizə. Amma yenə də yəni legal versiyada işləməsində bir dənə fərq var ki, atma demək olar ki, azdır. Təzə, məsəl üçün Adobe paketi işlədən çox vaxt insanlar rastlaşırlar ki, bu crack versiyalar, unlegal versiyalar gedir də, legal deyil deyə. Görürsünüz ki, o serverlər onu avtomatik bağlayır, yazı çıxır ki, vaxtı trial versiya keçir və yaxud ki, lisenziya eləyin. Bizim bir dostumuz var, Famil Ələkbərov, məsəl üçün o lisenziyalar təşkil eləyir. Həqiqətən də bizim və mənim və yaxınlarımın, dostlarımızın hamısına təşkil eləyir, münasib qiymətə. Qiyamət günə qədər də zamin durur. Yəni, lisenziya ilə işləyəndə böyle sərf eləyir. Əlavə problemlər çıxmır. Baxmayaraq ki, müəyyən proqramları ilə crack versiyası həndiyə qədər də istifadə olunur və işlər ortaya çıxartmaq olur. Amma versiya söhbəti problem yaratmır. Siz işi icra eləyə bilərsiniz. Yəni, Corel Draw ilə işləyirsinizsə, köhnə versiya ilə, 5 il bundan qabaqki ilə, indiki ilə, siz yenə işinizi icra eləyə bilərsiniz. Yəni, yenə ortaya iş çıxardasınız. Orada, yəni, proqramın özündən çox insan qabiliyyəti, bacarığından gedir söhbət. Yəni, versiya üçün narahat olmayın. İşlədin, amma nə qədər yeni versiyalar olsa, yeni funksiyalar ortaya çıxsa, onda dəyər dəyişməyər. Məsəl üçün 3D-də müəyyən yeni funksiyalar var, az da olsa. Illustratorda yeni funksiyalar var, az da olsa. Corel Draw-da bir-iki şey əlavə olunub. Yəni ki, o yeni funksional işin yaxşı və tez ortaya çıxmasına kömək eləyirsə, onda dəyər dəyişməyər. Məsəl üçün, Adobe Illustrator 22-dən yuxarı keçməyə dəyər. Məsəl üçün, 23-24